Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselam ala eşrefil enbiya'i vel qasimi Muhammed. Allahümme salli ala Muhammed. Allah inşallah Kərbala şəhidlərinə başda İmam Hüseyin əleyhissalam olmaqla hər birinə saxladığımız əzaları, təziyələr hər birinizdən qəbul etsin inşallah. Allah Teala Kərbala şəhidlərinə xatir hər kimin nə hacəti, nə duası, nə istəyi varsa Allah öz dərgahında qəbul etsin inşallah. Sıxıntısı, problemi, borcu, hər yöndə, hər nə çətinliyi olan varsa Allah inşallah bu günlərin hörmətinə hər birinin hər bir kəsin dərdinə dərman olsun inşallah. Məhərrəm ayıdır. Bizim üçün bir mənada qəmli, kədərli bir ay hesab olunur. Başqa bir yöndən baxanda isə Kərbalada olan dərsləri, ibrətləri, insan həyatı üçün çox önəmli məsələləri əhatə etdiyini nəzərə alanda bizim üçün bəlkə də çox böyük bir hadisə hesab etmək olar. Deməli, biz Kərbalaya bir tək qəmli hadisələrinlə baxıb kifayətlənməməliyik. Əlbəttə, Kərbəlanın özündə qəm, kədər, faciə nöqteyi nəzərindən götürsək, böyük dərd, qəm yaşandı. Bir ana, bir bacı üçün asan deyildi o qədər yaxınlarını şəhid verməsi. Bir ana üçün asan deyildi övladının cənazəsini görmək, qardaşlarının başının kəsilməsini görmək. Bir qardaş üçün asan deyildi o qədər dərdli, qəlbi səhnələri görmək. İmam Hüseyin əleyhissalamın bir hadisəsini nəql edirlər. Deyirlər, İmam Hüseyin ki, artıq öz tərəfdarlarını meydana göndərir, bir-bir şəhid olurlar. Hamısında özünə məxsus bir hüzün, bir qəm-kədər yaşayır. Sonuncu şəhid ki, Həzrət Əbəlfəz gedir, şəhid olandan sonra tarixdə qeyd edirlər ki, İmam Hüseynin üzərində, İmam Hüseynin üzündə, hərəkətlərində çox qeyri-adi bir qəm, qüssə, kədər hiss olunurdu. Və hətta o qədər böyük, şiddətli idi ki, o ağır yük İmam Hüseyin əleyhissalam Əbəlfəzin şəhadətindən sonra gəlib xeymədəki xanımlara birbaşa dilinlə deyə bilmir Əbəlfəzin şəhid olduğunu. Qeyd edirlər, deyir, İmam Hüseyin gedir Əbəlfəzin qaldığı xeyməyə, xeymənin ortasında olan o sütunu çəkir, salır yerə. Xeymə yerə düşəndə dillə o qədər ağır hesab edirdi ki, İmam Hüseyin. Xeymə yerə düşdüyü zaman xanım Zeynəb çıxır, baxır, xeymə düşdü, əlini belinə qoyur, deyir, artıq bizim çox dərdli günlərimiz bundan sonra başladı. Başa düşür ki, artıq Həzrət Əbəlfəz şəhid oldu. İmam Hüseyin onda deyir ki, indi mənim belim sındı, qardaş. Sən şəhid olunsa, indi mənim belim sındı. Artıq mənim üçün ən böyük arxam, dayağım olan bir şəxsi itirdim. Xanım Zeynəb üzünü xanımlara tutur, deyir, artıq qarşıda bizi çox acılı, əsarətli bir həyat gözləyir, buna hazır olun ki, Əbəlfəz getdi. Bu, Kərbalanın faciəli, qəmli, qüssəli tərəfidir. Amma Kərbəla hadisəsi, Aşura məktəbinin bir tək qəm, qüssə tərəfi yoxdur. Yenə həmin o qəmin, qüssənin içinə qayıdanda Kərbəlada iştirak edən insanların o həyatın və son anlarını gözdən keçirsək, görürük ki, bu qədər qəm, qüssənin içində İmam Hüseynin səhabələri, Əhl-i Beyt, xanım Zeynəbindən tutmuş Həzrət Əbəlfəz hamısının qəlbində bir ciddi şəkildə bir aramlıq hesabı hiss olunurdu. Çox aram idilər, özlərini xoşbəxt hiss edirdilər.
Məsələ burasındadır ki, rifah içində deyil idilər. Yəni, gözəl təmtəraqlı həyat yox idi orada. Çox çətin şərtlər altında idilər. Amma çox aram idilər. Qəlbən və ruhən özlərini rahat hiss edirdilər. Xanım Zeynəb o qədər qəmin qüssənin kənarında soruşanda ki, nə gördün? Deyir, mən yalnız orada gözəllik gördüm. Demək, bu başqa bir şeydir. Yəni, psixoloqlar da qeyd edirlər ki, insan həyatında ən önəmli olan məsələlərdən biri insanın daxilən aram, özünü aram hiss etməsidir. Daxilən özünü xoşbəxt hiss etməsidir. Yəni, bunun üçün bu daxili aramlığı, xoşbəxtliyi insana nə pul, nə var dövlət, nə təmtərahlıq bir şeylər, nə bahalı maşın, bahalı evlər, heç biri bunu təmin edə bilməz. Onlar bizim üçün həyatda rifah gətirə bilərlər. Gözəl yaşayış gətirə bilərlər. Bəli, rifah içində yaşaya bilər insan. Hər şəraiti ola bilər. Amma o daxili aramlıq başqa şeydir. Yəni, o ki, insanın hər şeyi olur, yenə daxilində qalxır, deyir, mən sanki həyatdan ləzzət ala bilmirəm. Həyatdan özünü bezmiş hesab edir. Nə bilim, daxili rahatlıq hiss eləmir, həyatda məna tapmır, hər şeydən bezir, bu insanın daxili aramlığı yoxdur deyilir. Kərbəlada bu hadisəni açıq şəkildə görürlər. İmam Sadiq əleyhissalamdan neçə il sonra, Kərbəla hadisəsi neçə il sonra İmam Sadiqə öz həyatınla bağlı sual verirlər. Deyirlər, ey Peyğəmbər övladı, sizin həyatda dərdiniz, qəminiz var. Əbbasilər tərəfindən, Əbbasi xilafəti tərəfindən təhdid olunursunuz zindana salınmaqla, sizi təqib edirlər. Yaxınlarda övladı var idi İmam Sadiqin, bir övladı dünyasını dəyişmişdi. Övlad itkisi də yaşamısınız. Deyir, bu qədər şeyin içində siz necə yenə həyata belə çox gözəl bağlanırsınız, həyatdan ləzzət alırsınız, daxili aramlığınız var. Özünüzü xoşbəxt hiss edirsiniz bu qədər məsələlərin arasında. İmam Sadiq buyurur, deyir, mən həyatımı 4 dənə çox önəmli qanun üzərindən qurmuşam. 4 şeyə çox ciddi inanmışam və həyatımda onlara riayət edirəm. Deyir, onlar hansılardır? Deyir, 1. Bunu bilmişəm ki, həyatda nə edəcəmsə mən özüm etməliyəm. Mənim yerimə kimsə gəlib nəsə iş görəsi deyil. Nəsə mənim üçün bir iş görəsi deyirlər. Və etdiyim işlərin də məsuliyyətini qəbul etmişəm. Yəni, nə olacaqsa həyatımda gözləmirəm hardansa kimsə gəlib möcüzə etsin. Gözləmirəm kimsə gəlib mənim üçün nəsə etsin. Etdiyim işlərə görə də kimisə də günahkar görmürəm. Bəzi adamlar olur, həyatda özündən başqa ətrafında hər kəsi, şəraiti, nə bilim, hər bir şeyi müqəssir bilir, təqsirləndirir. Onun günahı oldu, bunun günahı oldu, mən bu yerə bunu etməyimin səbəbkarı filan kəs oldu və s. İşlərimin məsuliyyətini qəbul etmir insan işlərinin. İmam Sadiq buyurur, mən əməllərimin məsuliyyətini qəbul etdim. 2. Günah zamanı, günah etmək məsələsi gəldiyi zaman bildim ki, Allah məni görür və xəcalət çəkdim, Allahdan həya etdim və günahlardan uzaq düşdüm. Günah etmədim. Günahın özünü biraz sonra qısa bir izah eləyəcəm. Bir dənə qısa bir hadisə danışım sizə. İmam Sadiq buyurur, deyir, mən bildim və inandım buna ki, Allah edəcəyim hər şeyi görür və buna görə də günah etmədim, Allahdan həya elədim, çəkindim ki, Allah məni görür, günahlardan çəkindim. Yusuf ibn Həccaj çox qəddar sərkərdələrdən biri idi. Bir dəfəsində çıxanda, öz ordusunla bir yerdə gəzmək üçün çıxanda bir çoban görür. Bunun da qabağında çoxlu sayda heyvan otarırdı, qoyun otarırdı. Yaxınlaşır, buna deyir ki, mən böyük insanam, tanıyırsan məni. Deyir, bu heyvanların içindən ürəyimdən keçibdi, birini kəs, bizim üçün qonaqlıq ver. Deyir, bunu eləyə bilmərəm. Bunların hamısının sahibi mənə etibar eləyibdir. Deyir, indi bunların sahibi
sənə neçə dənə heyvan verdiyinin sayını da bilirmi? Deyir, yox, eləsilər var, mənə güvənirlər, amma bilmirlər nə qədər sayı var. Deyir, onlar ki, bilməyəcəklər, gətir birini çıxart, kəs bizim üçün. Deyir, orada çoban əlini yuxarı qaldırır, barmağınla yuxarıya işarə edir. Deyir, bəs o da bilmirmi bunlar mənə neçə heyvan verdiyini? Yəni, heyvanın yiyəsi sahibi bilmir nə qədər verdiyini, amma Allah ki bilir, mən Allahdan həya eləyirəm, bilirəm məni gördüyünü. Buna görə günah eləyə bilmərəm. Allahın gördüyünü bilirəm. İmam Sadiq buyurur, Allah gördüyü üçün mən günahlardan çəkinirəm. Baxın, günah məsələsinin özünə gəldikdə, günaha bəzən bizdə belə bir təsəvvür yaranır ki, günah elədiyim zaman cəzasını Allah mənə yalnız o birisi dünyada verəcək. Amma günah mənasını biraz geniş izah eləyəndə, günahın mənasını belə izah eləyə bilərik başqa mənada ki, günah, yəni etdiyin zaman onun cəzasını birinci bu dünyada çəkir insan, ikincisi də o birisi dünyada insan cəzasını çəkir. Yəni, günaha yalnız belə baxmayaq ki, Allah bizə cəhənnəmdə onun qarşılığını verəcək. Xeyr, günah elə birinci bu dünyada insanın cəzasını verir. Necə verir? Qoy bir neçə dənə misalla deyim. Misal, deyirik ki, paxıllıq eləmək günahdır, həsəd aparmaq günahdır, qeybət eləmək günahdır, ondan sonra söz gəzdirib insanların arasını vurmaq günahdır. Bax, bu günahlar ki deyilir, bunların hamısını sonradan psixoloji tərəfindən izah edirlər ki, bu günahları insanlar etdiyi zaman birinci cəzasını elə bu dünyada çəkir. Necə? Misal, deyir, Həzrət Əlinin hədisi var. Deyir, paxıllıqdır, həsəddir, çox ədalətli düşmənlərdir. Niyə? Deyir, birinci cəzanı elə həmin insanın özünə verər. Yəni, paxıl insan birinci cəzasını öz-özünə çəkdirir. Niyə? Psixoloqlar deyirlər, paxıllıq eləyən insanın, ondan sonra qeybət eləyən, bu günahlar eləyən insanların, qoy günahın cəzasını, o birisi dünyasını, bu dünyada daxilən rahatlıq tapmazlar. Aramlıq tapmazlar. Birinin malına paxılla, paxıl gözülə baxan, hey başqalarının haqqında danışan, başqalarına həsəd aparan insan, içdən və daxilən rahat ola bilmir heç vaxtı. Hey gözü qalır onun bunun malında. Nəticə nə olur? Cəzasını elə bu dünyada birinci insan çəkir özü üçün. Yəni, günahlar bu cürədir. Günah sadəcə cəzanı ora saxlamır. Bu dünyada belə bizə yaşatdırır o şeyləri. Başqa bir şeylər, məsələn, söz gəzdirmək. Peyğəmbərimizdən hədis var, çox şiddətli bir hədisdir. Deyir, söz gəzdirib ara vuran insanlar dünyada ən bədbəxt insanlardılar. Hətta sahabələrinə deyir, sizi agah eləyimmi? İnsanların içində ən bədbəxti kimdir? Deyir, ən bədbəxt o insandır ki, söz gəzdirər, bir-birinə yaxın olan insanların arasını vurar. Başqa bir hədisində buyurur Peyğəmbər, ən-nəmmam, yəni söz gəzdirən insanlar heç vaxtı cənnətə daxil olmazlar. Heç vaxtı cənnətə daxil olmazlar. O ki, söz gəzdirir, onun sözünü onu aparır, 2 dənə də onun üstünə qoyur və o birisi adamda bir 5 dənə də həmin sözün üstünə artırır, kimlərəsə danışır. Qeybət eləyən insan, nə qədər şiddətli hədislərimiz var, Quran ayəsi var, qeybət eləyən insan sanki, haşa buradan, ölmüş qardaşının ətini yiyir sanki, o qədər şiddətli günahdır. Bunlar, məsələ bir cəzası var o dünya üçün, bir də bu dünyada insana cəza çəkdirir. Bu dünyanın özündə. Söz gəzdirmək sadəcə bir günah deyil, cəmiyyətin ağzını pozan günahlardan biridir. Bir dəfəsində bir alimin yanına bir nəfər gəlir, deyir ki, mən söz gəzdirən adam olmuşam həyatda. Şayələr qurmuşam, uydurmuşam, nə bilim, birindən bir söz eşidəndə başqasına danışmışam, 1-2 dənə də üstünü artırmışam. Amma indi tövbə eləmək istəyirəm. Deyir, çox insanların abrından oynadım, çox insanların eybini açdım, danışdım.
Amma indi tövbə eləmək istəyirəm. Alim deyir, bir şey deyəcəm, onu elə. Deyir, neyliyim? Deyir, bir balışın içinə tük doldur. O çox sadə bir külək olanda da sürətli dağılan tük olur. Deyir, o tükü doldur balışın içinə, apar onu bir dağın başında parçala, qoy tükü hər yerə dağılsın. Aparır, bu da həmin şeyi eləyir. Geri qayıdır alimin yanına ki, elədim. Allah günahımı bağışladı mı? Deyir, bir şərtlə Allah günahını bağışlayacaq. Deyir, nə eləyim indi? Deyir, get o dağıtdığın tüklər var idi, bütün dağa, dərəyə, suya dağıldı. Get onların hamısını bir yerə topla, təzədən bura gətir. Deyir, bu qeyri-mümkündür. O dağıldı, getdi. Mümkün deyil onu toplamaq. Alim buna dərs verir. Deyir, sən o sözləri gəzdirəndə, nə qədər insanların abrını tökdün, bilib bilmədən danışdın, eşitdin, araşdırmadın, doğrudur yoxsa yox danışdın, suizən elədin, pis fikirləşdin adamın haqqında. Deyir, o qədər insanların abrını tökmüsən sən. O danışdığın sözləri sən cəmiyyətdən yığa bilərsənmi? Çıxardığın sözləri yığışdıra bilərsənmi cəmiyyətdən? Deyir, yox. Deyir, bax, onun nəticəsini yığa bilmədiyin üçün də, o günahların bağışlanmağı çox çətindir. Çünki ictimai günahlar sırasındadır bu. Günahın özünü bəzən iki yerə bölürlər. Deyir, fərdi günahlar var, bir də ictimai günahlar var. Fərdi günah odur ki, yəni etdiyim zaman onun nəticəsi və bədəlini deyək, yalnız özüm ödəyirəm. İctimai günah budur ki, sən bir səhv etdiyin zaman nəticəsi yalnız sənə qayıtmır. Bütün insanlara qayıdır, cəmiyyətə ondan zərər çəkir. Baxın, sadə bayaq misal burada söz gəzdirmək. Bunun özünü bəzən psixoloji tərəfdən, başqa bir tərəfdən gözəl izah edirlər. Deyirsən, axı, söz gəzdirəndə, qeybət eləyəndə bu nə ola bilər ki, nə qədər şiddətli günah ola bilər ki? Bunu əxlaq fəlsəfəsində bir gözəl qayda var. Qayda bu cürədir ki, deyir, insanların təbiəti, insanların psixologiyası elə qurulubdur ki, insanlar başqa insanlara qarşı davrandıqları zaman reallığa baxıb davranmazlar. O insan haqqında, özlərində necə təsəvvür yaradıblarsa ona uyğun davranarlar. Ona uyğun davranarlar. Sadə bir misal vururlar buna. Deyir, təsəvvür eləyin ki, bir yerə daxil olmuşsan, bir yerə daxil olanda sənə göstərirlər ki, yerdə bir dənə, belə deyək də, bir palaz var, bir xalça var yerdə. Xalçanın altında, nəsə də hiss edirsən, altında bir şey var. Kənardan baxan adam sənə deyir ki, xalçanın altında ilan var. Psixologlar deyirlər, sən onu araşdırmadan o xalçaya qarşı ehtiyatlı davranacaqsan. Qaldırsan altından bir dənə ola bilsin ip çıxa bilər. Bir dənə ip çıxar oradan, ilan deyil. Amma ilana oxşuyur. Bəs niyə mən ondan qorxuram? Niyə? Çünki insan övladı hadisələrə reaksiya verəndə, insanlarla davrandığı zaman reallığa görə davranmır. Öz təsəvvüründə necə bir şey yaradıbsa da ona uyğun davranır. Zehnində əgər yaratdısa onun altındakı ilandı, ondan qorxacaq. Zehnində əgər yaratdısa, ilan olsa belə onun altında, zehnində təsəvvür yaratsa ki, onun altında heç nə yoxdur, o xalçadan insan heç vaxt qorxmaz. Demək, insanlar zehnində yaratdıqları təsəvvürlərə uyğun addım atarlar. Yaxşı, qeybət eləmək, söz gəzdirməklərlə bunun nə əlaqəsi? Əlaqəsi budur. Sən bir nəfərin haqqında qeybət etdiyin, söz gəzdirdiyin zaman o insanın zehnində o birisi insana qarşı pis fikir formalaşdırırsan. Avtomatik olaraq mənə bir insanın eyblərindən danışanda mənim zehnim başlayır o insan haqqında pis bir imic formalaşdırır. Və mən nə edirəm? Zehnimin yaratdığı təsəvvürə uyğun ondan davranacam, ondan pis davranacam. Hərəkətlərimdə ona qarşı soyuq olacam. Ondan isti münasibət qura bilməyəcəm. Görsün, sadə bir şeydir, amma nəticəsi hara gedib çatır. Və bu cəmiyyətdə yayıldığı zaman çox olub, bunun bənzərini çox görmüşsünüz da. Bir müddət olur, bir adamın sənə qarşı pis davrandığını hiss edirsən. Müddətlər keçir,
sonradan soruşturursan, niyə bu qədər soyuqsan, başa düşürsən ki, sənin haqqında o adamda yanlış bir məlumat var idi. O adam araşdırmadı, həqiqət nədir yoxsa yox. O adam öz zehnindəki yaratdığı təsəvvürə uyğun məndən pis davrandı. Və buna görə Peyğəmbər buyurur, söz gəzdirmək kimi şeylərdən çox diqqətli olun. Çünki sadə bir şey görə bilərsiniz, amma cəmiyyəti xarab edən məsələlərdəndir. Mən ola bilər bir söz deyə bilərəm, o sözün nəticəsində bu söz getdikcə yayıla bilər və nəticədə gəlib həmin insana qarşı cəmiyyətdə pis fikir formalaşar. Ailələr məsələsində ailə psixoloqları qeyd edirlər ki, ailələrdə, Allah bütün ailələri qorusun inşallah, ailələrdə boşanma hadisələri olur da, statistikalar göstərir. Boşanma hadisələri çox maraqlıdır. Səbəblərini araşdırırlar ki, niyə ailələrdə boşanmalar olur? Araşdırırlar, biz indi boşanma olanda Muhammed və Ali Muhammedə salavat zikr edin. Boşanma hadisəsi olanda biz elə başa düşürük ki, qadınla kişi yola gedə bilmədikləri üçün bunların işi boşanmaya qədər gedib çatır. Boşanma hadisəsinə belə düşünürük. Amma aparılan araşdırmalar və statistikalar göstərir ki, qadın və kişinin rolu boşanma hadisələrində başqa hadisələrə nisbətdə çox aşağıdır. Birinci dərəcəli nə gəlir? Bilirsiniz, yəni boşanma statistikalarının başında səbəb kimi? Birinci səbəb bu gəlir ki, ailə məsələləri haqqında kənara çıxması ailə məsələləridir. Və ailə mövzuları kənara çıxdığı zaman bir tərəf, belə deyək də, qız tərəfindən bir söz gedir oğlan tərəfinə danışılır. Oğlan tərəfindən bir söz qız tərəfinə danışılır. Təbii ki, danışılanda da yaxşı danışılmır, pis mənada danışılır. Və bu danışmalar getdikcə o problemi daha da böyüdür. Deyirlər, ən böyük səbəb ailə məsələlərinin dağılmasının başında budurur. Ailə mövzusuna kənara çıxması və kənar insanların ailə mövzuları haqqında danışması. Sənin şəxsi ailə məsələsi kənara çıxdısa, insanlar onun haqqında danışdılarsa, mütləq bilin ki, o ailənin problemi daha da böyüyəcək. Çünki statistikalar bunu göstərir. Başda gələn birinci səbəb budur. Başqa səbəblər də deyirlər. Məsələn, ailədə qadın və kişinin öz həyatını başqalarının həyatından müqayisə etməsi. Müqayisə eləyirlər, onda olmadığı üçün ailədə bir süstlük, bir belə deyək də, qırılğınlıq yaranır və o da problemi böyüməsinə gətirib çıxardır. O mövzuya keçmirəm. Demək, bizim günah kimi baxdığımız məqamlar, məsələlər sadəcə olaraq o dünyada insana cəza yaşatmır. Birinci cəzanı və birinci zərbəni bu dünyada insanlara vurur. İctimai günahlar birinci zərbəni insana bu dünyada vurur. İnsanların münasibətlərini korlayır və s. İmam Sadiq əleyhissalam buyurdu, ikincisi bu idi. Günahdan çəkindim və bu mənə aramlıq verdi, mənə rahatlıq verdi həyatda. Kiməsə paxıllıq etmədim, qeybət etmədim və s. Bu məni həyatda xoşbəxt etdi. Üçüncüsü buyurur ki, dünyada yaşadığım müddətcə daim buna inandım ki, Allah mənim ruzimin sözünü veribdi və mənə verdiyi vədəsinə qarşı çıxmaz. Mənim ruzimi məndən başqası yiyə bilməz. Diqqət eləsəniz, dünyada insanların rahat olmaması, nə bilim, sıxıntı içində olmasının bir səbəbi də budur ki, insanlar məişətini düşünür, necə pul qazanacağını düşünür, hardan qazanacağını, sabah bir problemi var, onu necə həll eləyəcəm. Bu insanın zehnində o qədər insanı özünə məşğul eləyir ki, insanların mənəvi rahatlığını əlindən alır, daxili xoşbəxtliyini əlindən alır. İmam Sadiq buyurur, deyir, mən buna inandım ki, Allah mənim ruzimi yetirəcək. Quranda Allah bunun vədəsini insanlara verir. وَمَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ إِلَّا رِزْقُهَا عَلَى اللّٰهِ Yer üzərində elə bir canlı yaratmadıq ki, onun ruzisini biz yetirməyək. Demir ha insanlar,
deyir canlılar, yerin altında yaşayan canlıların da ruzisini buyurur biz yetirərik. Dənizin dibində yaşayanların da ruzisini biz yetirərik. İnsan övladı, sənin ruzini də Allah buyurur biz yetirərik. Ruzi cəhətindən özünüzə rahatlıq verin, Allaha inanın. Bunun sözünü verən Allahdır. Burada artıq məsələ qayıdır biraz bizlə Allah arasında olan o inancın güclü olmağına. Nə qədər Allaha inancımız, güvəncimiz güclü olsa, ruzi məsələsində, pul məsələsində o qədər narahat olmarıq daxilən. Əlbəttə, bu o demək deyil ki, işləmədən Allahdan ruzi gözləyək, yox. İmam Sadiqin yanına bir nəfər gəlir, deyir ki, dua elə, Allah mənə ruzi yetirsin, evdə otururam. İmam Sadiq buyurur, deyir, qarışqa qədər də yoxsanmı sən? Deyir, niyə? Deyir, qarışqa ruzisinin arxasından əziyyət çəkir, zəhmət çəkir, ruzisinin arxasından gedir. Sən də zəhmət çək, ruzinin arxasından get, Allah ruzini mütləq yetirəcək. Bu oldu üçüncü səbəb. Bu artıq insanın Allaha olan inancının möhkəmliyinə qayıdır. Nə qədər o inancı möhkəmləndirsək, əmin olun ki, daxili rahatlıq, aramlığımızı taparıq. Çünki insanı həyatda bayaq dediyimiz kimi narahat edən ən ciddi məsələlərdən biri iqtisadi problemlər, məişət məsələlərdir. Burada Allahla bağımızı gücləndirək, bu problem də bizim daxilimizdə həll olar. Üçüncüsü də budur, dördüncüsü də budur. Sözümü yekunlaşdırım. İmam Sadiq əleyhissalam buyurur, deyir, dünyaya baxdığım zaman dördüncü qanunum budur. Həyatda xoşbəxt və aram olmağım üçün. Daxilən özümü rahat hiss edirəm. Deyir, dördüncüsü də budur ki, bütün hər şeyə baxdım, hər şeyin sonunda ölüm olduğunu gördüm. Hər şeyin sonunda hər bir şey sona çatacağını gördüm. Deyirlər, və hər şey artıq öləndən sonra hər şeyin bitdiyini bilirəm artıq. Dünyada nə qədər hər nə varsa. Qarşıda bizi başqa bir həyatın gözlədiyinə inanıram. Makedoniyalı İskəndər, birisi yəni dünyanın çox ölkələrini fəth elədi. Çox ölkəsi, bəzən deyil 36 dənə ölkəni fəth eləyir, işğal eləyir və öldüyü zaman anasına vəsiyyət eləyir ki, əlimi tabutdan eşiyə çıxarın, çölə çıxarın, açıq qoyun. Deyirlər, niyə? Deyirlər, qoy dünyaya ibrət olsun ki, dünyanı fəth eləyən İskəndər belə dünyadan ölüm gəldiyi zaman əli boş getdi bu dünyadan. İmam Sadiq də hədisində buna işarə edir. Deyir, özümü artıq dünyada bu mənə rahatlıq verdi. Qazanmaqdır, bunlar həmsi öz yerində. Amma düşündüm ki, hər şeyin bir sonu var. Hara qədər mən hər şey sahibi olacam? Makedoniyalı İskəndər dünyadan heç nə aparmadısa, biz də aparası deyilik. Bu İmam Sadiq buyurur, mənə rahatlıq verdi. Əlbəttə, bunun da mənası o deyil ki, insan pul qazanmaq arxasından belə şeylərdə, belə deyək də, passivləşməməlidir ki, yaxud da hər şey gedəcək, bitəcəksə da pul qazanmağa nə ehtiyac var? Xeyr. Əslində hədislərimizdə çox deyilir ki, möminlər çalışmalıdır, qazanmalıdır, hətta imkanlı olmalıdır. İmam Sadiqin yanına bir nəfər gəlir, deyir, mən pul qazanmağı çox sevirəm. İmam Sadiq buyurur, niyə? Deyir, çünki ailəmi yaxşı yaşatmaq üçün, insanlara yardım etmək üçün və Allahın buyurduğu vacib işləri yerinə yetirmək üçün, xumus, zəkat, həccə getmək. İmam Sadiq buyurur, bu niyyətin varsa, pul qazanmağının özü çox gözəl bir şeydir. Bu elə axirətə xidmət edən bir hədəfdir. Demək, məsələ burada pul qazanmağa pis baxmaq deyil. Önəmli olan budur ki, bunlara baxış tərzi fərqli olmalıdır. Artıq da çox da yox. Düşdüyün zaman, yıxıldığın zaman, belə deyək, bir şeylər itirdiyin zaman çox böyük dərd qəm etməməlidir insan özünə. Hər şeyin bir sonu olduğunu insan özündə qəbullanmalıdır. Bu 4 qanun İmam Sadiq buyurur, həyatda məni xoşbəxt etdi, həyatda mənə daxili aramlıq verdi. Və biz bunların hamısını da Kərbəlada olanların həyatında açıq şəkildə görürük. O qədər zülmətin içində, o qədər əziyyətin içində, işgəncələrin arasında xanım Zeynəb deyəndə ki, mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim. Yəni, demək xanım Zeynəb bu olanların hamısına tam inanmışdı. Və bunlar idi ki, onların daxili aramlıqlarını, xoşbəxtliyini o qədər çətinliyin içində belə o aramlığı özlərində saxladılar.
Allah bir daha inşallah İmam Hüseyin əleyhissalama, Kərbəla şəhidlərinə saxladığınız əzalar, təziyyələr hər birinizdən qəbul etsin inşallah. Allah Teala bu məclislərin hörmətinə hər kimin nə duası, nə hacəti varsa öz dərgahında ali dərəcədə qəbul etsin inşallah. Selamun ala sakinil Kerbela, selamun ala zinetil murtava, selamun aleyke zirabel huda, Hüseyin ya Hüseyin. Selamun ala sakinil Kerbela, selamun ala